Bəzi acı həqiqətlər var. Onu nəzərinizə çatdırmaq istəyirəm. Yəni tradinglə məşğul olan insanların nəzərinə çatdırmaq istəyirəm. Uzun illər tradinglə məşğul olan insanlar var. 5 il, 10 il. Yəni inanın təcrübəmə 6 illik təcrübəm var. Yəni yüzlərlə insanlarla ünsiyyətdə olmuşam. Yəni inbox'a bəlkə mindən çox insanlar yazıb. İstər Instagram, istər TikTok olsun, istər WhatsApp'da olsun. Bunların bəziləri ilə ünsiyyətdə olmuşam. Və inanın mənim təcrübəmə, yəni bu insanların qazanmaq şansı, yəni qazanmağını qazanırlar arada. Məsələ ondadır ki, qazanca çıxa bilmirlər nəticədə. Qazanmaq şansı həqiqətən 1-2%'dir. O yüzdən də tradingdə 100%'in 97-98%'in itirməsini mən şəxsən bir 6 illik təcrübəsi olan bir trader kimi bunu tam olaraq, tam məsuliyyətimdən təsdiqləyirəm. Bu həqiqətən də belədir. Məsələ burada nədir? İnsanlar uzun müddət tradingdədirlər, amma əsas məqamları bilmirlər. Yəni, ya marağında olmayıb, öyrənməyiblər. Yəni, insan anlamalıdır ki, mən uzun müddətdir tradinglə məşğulam. Yəni, mən ticarət edirəm, qazanıram, itirirəm. Bəs necə olur ki, mən bu illər ərzində bir qazanca çıxa bilmirəm? Burada belə bir məqam var ki, yəni bunu bilmirəm. Ya kurslara da gedənləri var, 4-5 kursda olanlar var. Mən bilmirəm, yəni burada əsas məsələ birisi niyə öyrətmirlər, niyə demirlər? Məsələ burada qazanmaqdan deyil, yəni qazanmağı öyrənmək məsələsi deyil. İlk növbədə balansı qorumağı öyrənmək lazımdır. Bu etapı keçmədən traderin qazanca çıxması mümkün deyil. Yəni burada bu sahənin peşəkarı olma, bu sahədə təcrübəli bir trader olması mümkün olan bir şey deyil. Yəni ilk növbədə traderin keçəcəyi ilk mərhələ balansın qorunmasını öyrənməlidir. Bu çox çətin mərhələdir, sizə asan gəlməsin. Yəni balansı qorumaq çox böyük bir etaplardan keçmək deməkdir. Burada səbrin sınağı olacaq, iradənin sınağı olacaq, nəfsin sınağı olacaq. Bunu bacarandan sonra trader qazanmağı öyrənməlidir və ondan sonra qazandığını qorumağı öyrənməlidir. Amma ilk növbədə balansın qorunmasını öyrənmək lazımdır. O yüzdən də bəzi traderlər var ki, insanlar var ki, yəni öyrənməyə pul vermək istəmirlər, əlləri gəlmir, amma onun 50 qatını birjaya verirlər. Və 1 il keçir, 2 il keçir, baxır ki, dünyanın pulu gedib. Yəni məbləğlər katastrofikdir, inanın yəni səmimiyyətimə. O yüzdən də yəni insan başa düşməlidir ki, mən bu müddət ərzində qazandığım da olub, zərər etdiyim də olub, amma nəticədə mən çox böyük zərərdəyəmsə burada bir yanlışlıq var. Yəni mənim bilmədiyim bir şeylər var. Niyə sizin marağınızda olmur? Heyfim gəlir o rəqəmləri eşidəndə. Mənim də zərərlərim olub, yəni zərər hamıda var. Trader başa düşməlidir ki, zərər olduqda orada necə davranaq? Məsələn, balansın 30%, 40% gedib, necə davranacaqsınız? Çəkiləcəksizmi? Çəkildiysə, nə qədər müddətə çəkilmək lazımdır? Hansı əməlləri etmək lazımdır ki, yəni o qaydandan sonra yenə də zərər eləməyəsiniz? Yəni orada bir müddətdən sonra balansı hansı risklərlə idarə edib, yəni onu ən azından ilk növbədə bərpa eləmək lazımdır. Sonra bərpa eləyəndən sonra biraz səbirli olmaq lazımdır. Yəni çəkilmək lazımdır, balansı bərpa etsəz də belə. Yəni burada o qədər incə məqamlar var ki, trader onları bilmədən bu sahəyə heç yaxın belə durmasın. O yüzdən yazanlardan mən soruşuram ki, qardaş təcrübəniz varmı, yoxmu? Yoxdursa yaxın durmayın. Yəni düzdür, tanımıram insanı. Ola bilər ki, məsəl üçün bu işə gələrsə çox gözəl nəticələr əldə eləyə bilər. Məsələn, insan var, çox səbirsizdir, amma gəlir tradingdə elə bir səbir göstərir ki, şəxsən mən özüm təəccübləndirəm. Adam da var, çox sakitdir, çox belə deyək, təmkinlidir. Qıraqdan baxırsan, deyirsən ki, bəli, bu sahə sənin üçün uyğun ola bilər. Amma gəlir elə bir səbirsizlik eləyir ki, insan şoka düşür yəni. Ona görə trading insanın iç üzünü açan bir sahədir. Çox çətin bir sahədir. Amma o, belə deyək, orada o qazanmağın o asan yolu var. O bir düymə ki var, ya long ya short düyməsi. İnsana çox gözəl qazandırar. İnsana həyatda azad olmağın nə olduğunu hiss etdirər. Yəni, müstəqillik hiss etdirər. Amma o bir düymə insanın həyatını məhv eləyər. Yəni, edir də, insanların çırağını söndürür. Yəni, bunu anlamaq lazımdır. Bu, asan bir şey deyil. Əgər bir işiniz varsa bu həyatda, bir işlər görürsünüzsə, oradan qazanc əldə eləyirsinizsə, tradingi əsas bir iş yeri kimi götürməyin. O sizin bir hobbiniz olsun. Yəni, başınızda pul qazanmaq kimi bir niyyətiniz olmasın. Sadəcə olaraq əməliyyatın uğurlu olub olmamasını düşünüb, amma yenə deyirəm, bundan əlavə də öyrənmək lazımdır. Hər tərəfini, psixoloji tərəfindən tutmuş, yəni bunun texniki tərəfi də önəmlidir. Hamısı önəmlidir əslində. Deyirlər ki, psixologiya bu işin 80%'dir. Amma sən texniki analizi bilməyəndən sonra psixologiya nə işə yarayacaq? Psixologiya işin 80-90%'dir. O halda ki,
İnsan texniki analizi bilir, texniki tərəflərini bilir, risk money management tərəfini bilir, balansın idarə olunmasını bilir, nəfsin qorunmasını bilir. Bütün bunların hamısını kompleks şəklində biləndən sonra psixologiya burada 90% rol oynayır. Bəli. Amma yenə deyirəm, çalışın, özünüzə bir kənardan baxın. Uzun illər keçib, görürsünüz ki, alınmır, psixologiyanız tab gətirmir. Ən yaxşısı, yəni hələ də gec deyil. Yəni zərərin yarısından qayıtmaq da bir işdir. Qayıdın, başqa işlərlə məşğul olun. Yox, əgər bu sahə sizə doğma gəlirsə və hiss edirsiniz ki, budur sizin xasiyyətinizə uyğun bir sahə, o yüzden siz bu işi dərindən öyrənin, bilən adamdan öyrənin və yaxud da ki, kurslara, bilən adama pul vermək istəmirsinizsə, müəyyən bir məbləği, hər halda yəni onun 5-6 qatı gedəcək. Amma prinsipial olaraq mən bunu özüm öyrənirəm deyirsiniz, bəli, o da mümkündür. Amma bu zaman alacaq, sağlamlığınızı alacaq və büdcənizin yəni bir hissəsini və yaxud da hamısını mütləq şəkildə aparacaq. Bazar sizi belə deyək, yerdən yerə vurmayanacan, bazar sizi müflis etməyənəcən, bazar sizi döyməyənə qədər sizə burada qazanc verməyəcək. Amma hər kəs buna tab gətirə bilərmi? Təbii ki, tab gətirə bilməz. Bu, hər adamın işi deyil. O yüzden mənim sizə məsləhətim, bu işi öyrənəcəksinizsə təmkinli olun, müəyyən zərərləri nəzərə alın və yaxud da ki, zərər etmək istəmirsinizsə, yəni sağlamlığınızı itirmək istəmirsinizsə, mütləq şəkildə bunu bilən adamdan öyrənin. Bu vacibdir. Yəni bəziləri düşünəcək ki, yəni öz kursuna adam cəlb eləmək üçün belə sözlər deyir. Xeyr, qətiyyən belə deyil. Sadəcə olaraq 6 il ərzində gördüyüm mənzərələrdən çıxış edibsə deyirəm ki, sadəcə olaraq özünüzü heyf eləməyin.